Bir maraqlı bu yaxınlarda videoya baxmışdım. Yakudzalar günah eləyəndə nəsə bir həyatlarında bu Yapon mafiyasında onlar barmaqlarını kəsirlər. Yavaş-yavaş bir-bir kəsirlər ki, günahını telafi eləsin. Və sonra cəmiyyət içinə çıxanda barmaqsız görsənməsinlər deyə protez düzəltdirirlər özlərində ki, güya barmaq yerindədir. Və eyni şey də bizim həyatımızda baş verir, bizim ruhani həyatımızda baş verir. Biz burada öz günahımızı uzaqlaşdırırıq özümüzdən. Yalanı mı, zinanı mı, qeybəti mi? Amma sonra dünyaya çıxırıq və dünyadakı insanlar bizi başlayırlar ya sual verməyə, ya öz həyatlarına dəvət etməyə. Bizim iş yoldaşlarımız olur, bizim qonşularımız olur, qohum əqrəba olur. Təzdən onların arasına qaydırıq və təzdən başlayırıq o günahları süni formada öz həyatımıza qaytarmağa. Biz başlayırıq yenə də Allahdan uzaqlaşmağa və çalışırıq ki, həyatımızda təzdən o boş yeri nəyinərsə dolduraq. Allah deyir ki, kəsin və atın həyatımızda olan günahı.